Hər kəsə salam qızlar. Necəsiz? İnşallah yaxşı olarsınız. Demək, dünən video paylaşmaq istirdim qızlar. Heç cürə çatdıra bilmədiyim üçün paylaşa bilmədim. O videonu inşallah paylaşacağım. Bugün isə Nihatla birlikdə 8 mart bir yerdə 8 mart qeyd etdik mama bala qızlar. Ona görə də istədim bugün sizlərlə bu videonu paylaşım. Kanalımda olan, məni izləyən, sevən, sevməyən bütün qadınları, bütün xanımları ürəkdən və səmimi qəlbdən, içdən təbrik edirəm. Yaxşı ki varıq. Məncə bu həyatda təbii ki kişilərin öz yeri var, qadınların öz yeri var. Yəni qadınsız kişi, kişisiz də qadın, yəni qadınla kişi bir-birini tamamlayan bir varlıqdır. Ancaq qadınlar güclü varlıqlardır, qadınlar fədakar varlıqlardır, qadın anadır, qadın xanımdır. Ona görə də sizləri təbrik edirəm. Sizlərə ən əsası sağlam can, uzun ömür arzu edirəm ki, o sağlam canla, uzun ömürlə siz həyata keçməyini istədiyiniz arzuları həyata keçirdəsiz. Allah hər birimizin qəlbinə, könlünə görə versin. Qəlbimizdə, ürəyimizdə olan bütün arzular çin olsun. Və mən o sözü çox sevirəm. Deyir ki, güclü qadın yox, xoşbəxt qadın olaq. Həqiqətən də Allah bizə güclü qadın deyildi. Təbii ki, güclü qadın nə mənada? Yəni bütün yük üzərimizdə olan qadınlar olmayaq da. Ona görə də xoşbəxt qadınlar təbii ki, həyat yoldaşları tərəfindən sevgi görən, qayğı görən qadınlardır. Ona görə onların gücü məncə elə həyat yoldaşlarının varlığıdır. Ona görə də Allah bizə xoşbəxt qadın olmağı nəsib etsin inşallah. Belə qızlar, demək mama bala bugün getdik birlikdə. Qəşəng dincəldik qızlar. Mən ilk dəfə idi ki, Nihatla bir yerə çıxırdım tək başına. Ümumiyyətlə bu vaxta qədər yoldaşım məni heç vaxt tək bir yerə getməyə qoymayıb. Həmişə mamamla getmişəm. Yoldaşımla getmişəm, qardaşımla getmişəm. Ancaq ki, artıq Nihat böyüdüyü üçün atası icazə verdi qızlar. Əslində bir məsələ də var. Yəni mənim Nihatla çıxmaq səbəbim ən əsası Nihada görədir. Çünki artıq Nikoş böyüyür və evdə istər-istəməz darıxır. Amma Nihad olmamışdan qabaq qızlar mənim harasa getməyimə də bir ehtiyac olmurdu. Niyə? Çünki yəni bütün alışdı, verişdi, qazdı, sudur, işıqdır. Yəni bu şeylərin hamısını nəsə evə almaq lazımdır. Bunların hamısını yoldaşım edirdi deyə. Yəni mən indi çıxıram misal üçün hara gedəsiyəm, gedib harda oturasıyam, nə edəsiyəm. Ona görə də yoldaşım hara gedirdimsə yoldaşımla gedirdim, mamamla gedirdim hansısa işlərimi həll etmək üçün. Tutalım nəsə paltarımı alacağam, tutalım nəsə salona gedəcəm. Amma artıq Nihat yavaş-yavaş böyüdüyü üçün qızlar, yoldaşım sağ olsun icazə verməyə başladı ki, biz mama bala ilk dəfə birlikdə getdik. Demək Penben idi səhv etmirəmsə. Bu Ayxan marketin üstündəki istirahət mərkəzinə, əyləncə mərkəzinə uşaqlar üçün. Qızlar ilk öncə getdik salona. Yoldaşım mənə 20 manat 8 mart hədiyyəsi pul vermişdi. Sonra üstünə 5 manat da qoydu. Sonra üstünə təzədən bir 5 manat da qoydu ki, sonra Nihada aparım gəzdirim də. Qəşəng qızlar getdim. 8 mart hədiyyəsi olaraq istədim biraz dəyişiklik olsun. Saçımı onsuz da kəsmək fikrim var idi. Dedim elə bugün kəsdirim. Biraz dəyişiklik olsun belə həvəs, yəni ki belə bayram havası kimi də özümü yüngül hiss edim. Qəşəng qızlar qaşlarımı, daha doğrusu saçlarımı kəsdirdim, qaşlarımı falan aldırdım, elədim. Daha sonra evə gələndə özümə saç kraskası aldım, onu da saçıma qoyacağam. Özümə belə sağ olsun yoldaşımın Allah cibini dolu eləsin, özümə belə 8 mart hədiyyəsi etdim. Daha sonra birlikdə mama bala getdik Zabrata qızlar. Ayxan marketin üstündə 3-cü mərtəbəsində bilirsiniz, belə uşaqlar üçün ticarət mərkəzi var. Ticarət nədir? Əyləncə mərkəzi var. 2-ci mərtəbə. 3-cü mərtəbədə restorandır. Təbii ki, istər-istəməz tək başına uşağı idarə etmək o qədər asan deyil. Amma Nihat mənim nə əcəbsə bu dəfə çox yormadı.
Yəqin yoldaşım yanımızda deyil idi deyə Allahın mənə rəhmi gəldi. Çünki yoldaşımla gedəndə və yaxud da mama ilə gedəndə istər-istəməz bəzən yorur, amma bu dəfə o qədər də yormadı. Və bu kadrı bilmirəm necə çəkmişəmsə, surəti çox zəif gedir burada. Burada qızlar, uşaqlar üçün bütün attraksiyonlar, belə bunların adları bilmirəm də nə gedir. Sonra qumlar var idi girib içində oynamaq üçün. Toplar, uşaqların oynaması üçün bütün gözəl oyuncaqlar var idi. Həqiqətən də bu tərəflərdə qalırsınızsa, Zabrat, nə bilim, Balaxanı, bu Zabrata yaxın tərəflərdə qalırsınızsa, gələ bilərsiniz. Həqiqətən də uşaqlar üçün çox gözəldir. Bəziləri qızlar nağd pulla ödənişdir, bəziləri də kart almalısınız. Keçən dəfə deyəsən səhv etmirəmsə kartı yoldaşım 6 manata almışdı. Daha sonra hansı ki belə deyim, bu oyunlardan, nə bilim, əyləncələrdən istifadə etmək istəyirsinizsə, onun qiyməti neçədirsə, onun qiymətini karta yükləyirlər. Tutalım 3 manatlıq bir şey istifadə edirsinizsə, misal üçün bizim girdiyimiz bu oyun zalı uşaqlar üçün yarım saatı 2 manat idi. Biz 1 saat olduq, çünki Nihat çıxmaq istəmirdi, mən də çıxartmadım. 2 manat bir dəfə, daha sonra 2 manat bir dəfə karta yükləyirlər. Və qəşəng uşaqlar oynayır. Təbii ki, Nihat balaca olduğu üçün və burada balaca uşaqlar olduğu üçün böyük uşaqlar üçün də var, balaca uşaqlar üçün də var. Ona görə mən biraz birinci kənarda durdum, sonra gördüm ki, dura bilmirəm də, istər-istəməz uşaqdır, nə qədər olmasa o birisi uşaqların əlində olanı alır, ya misal üçün bu uşağın əlində olan uşaqlardır da, hərəsi istəyir eyni şeylə oynayır, istər-istəməz orada anlaşılmamazlıq olur. Ona görə də içəri keçdim. Sağ olsun orada olan xanım icazə verdi. Daha sonra qızlar, Nihadı bir zülümlə 3-cü mərtəbəyə çıxartdım. Çünki bu attraksiyonlardan əl çəkmək istəmirdi. Bu oyunlardan əl çəkmək istəmirdi. Mən də yuxarı çıxartdım ki, heç olmasa oturaq, yemək yeyək. Daha sonra Nikoş üçün uşaq menyusu sifariş etdim qızlar. O da balaca mini boy pizza, kartoşka firi, çöplü sok, sonra özümə kola, bir də ketçup mayonez. O da gəldi, birlikdə tutdu. Hamısı birlikdə 9 manat. Səhv etmirəmsə 70 qəpik idi, yoxsa 77 qəpik idi, belə bir pul. Qızlar, 3-cü mərtəbədə canlı musiqi gedirdi və Nihat bol-bol oynadı. Bu 8 mart mənim üçün çox gözəl keçdi. Çünki Allah yoldaşımın canını sağ eləsin. Təbii ki, yoldaşım işlədi. Biz mama bala birlikdə 8 martımızı keçirdik. Niyə ən çox mənə bu il xoş gəldi? Çünki hər bir ana üçün, hər bir ata üçün balasının gülüşünü görmək məncə bayramdır. Fərq etmir. Ona görə Nihat əyləndikcə mən əylənirdim. Nihat oynadıqca, onun sevincini gördükcə. Nikoş çox qaynayıb qarışan uşaqdır qızlar. Uşaq görən kimi qaynayır, qarışır, öpmək istəyir, qucaqlamaq istəyir, əzizləmək istəyir. Çox istiqanlıdır mənim balam. Ona görə də bu 8 mart mənə çox xoş oldu. Çünki Nihatı qəşəng gəzdirdim, oynadı, güldü, sevincli, sevindi. Hal-hazırda da yatır qızlar. Evə gəldik. O qədər yorulmuşdu ki, gələn kimi əlini, ayağını, üzünü falan yudum, elədim, paltarını dəyişdim ki, yatsın. Mən də video montaj edirəm qızlar. Amma çay içə bilmədim, çünki hələ o yeməyi bitər zülümlə Nihatla yedik. Arxa kadrları çəkmədim. Siz elə önləri görün. Qızlar, siz ailə quranda yoldaşınız sizə icazə verirdirmi? Tək getməyə verirdimi? Mən belə düşünürəm ki, təbii ki, çöldə adam yeyən yoxdur, amma yəni cavan gəlin olaraq mən belə düşünürəm də, yəni hər kəs eyni düşüncədə deyil, hər kəsin həyat yoldaşı eyni düşüncədə deyil. İstər-istəməz narahat olur. Misal üçün biz gedib gələnə qədər neçə dəfə yoldaşım zəng elədi. Onun səbəbi təbii ki, düşüncədir. İnsanlar var ki, vallahi həqiqətən var, kişi var ki, heç arvad, uşaq hara gedir, kişinin heç xəbəri də olmur ki, arvad hara getdi, hardan gəldi, uşaq hardadır, bir maraqlanmaq, bir ilgilənmək
İndi ona görə də mənə misal üçün tanışlar və yaxud da kimsə də deyəndə ki, yoldaşım hələ qoymur çölə bayıra çıxmağa, tək qoymur. Mənə həmişə deyirdilər ki, uşaq olandan sonra düzələcək, uşaq olandan sonra düzələcək. Uşaq istər-istəməz əlbəttə ki, olandan sonra dünənə qədər mən Nihatdan qabaq mən tutam, tək başına çıxım, hara gedim. Gedim parkda oturası deyiləm. Tutam, mənim yoldaşım elə düşüncədə insan deyildi. Misal üçün mən gedəm hansısa kafedə, restoranda oturam, özüm üçün yemək yeyəm, özüm üçün çay içəm. Amma Nihat böyüdükcə yoldaşım da görür ki, həqiqətən uşağın gəzməyə ehtiyacı var, bir sosiallaşmağa ehtiyacı var. Bağçaya da qoymaq istəməyimin əsas səbəblərindən biri də budur. Əslində ki, uşaqlarla qaynayıb qarışsın. Hələ ki bağça mövzusunu dayandırmışam qızlar, görə indi nə olacaq. İndi ona görə də həqiqətən də əgər sizin də yoldaşınız ailə qurmusunuzsa, tək harasa getməyə qoymursa, narahat olmayın qızlar. Uşaq olandan sonra zaman içərisində artıq o yoldaşınızın da mənim yoldaşım əvvəl daha çox bəzi şeylərə qoymurdu. Zaman içərisində mənim yoldaşımın o qısqanclıqları falan getməyə başladı. Hər keçən gün biraz daha. Amma nə yalan deyim, həqiqətən də bəlkə kimsə deyər ki, yox, özünə təsəlli verirsən. Özümə təsəlli vermirəm. Mənə xoşdur. Çünki görürəm ki, yoldaşım demək mən onun üçün önəmliyəm ki, mənə nə isə qadağa qoyur. Mən onun üçün önəmliyəm ki, mənim üçün narahat olur ki, yəni bilirsiniz, bəzən deyirlər qısqanclıq güvənsizlikdəndir, bəzən də deyirlər sevgidən. Məncə təbii ki, aşırı dərəcədə qısqanclıq nə sevgidən deyil, nə güvənsizlikdən. O psixoloji bir problemdir. O insanın başında məncə çatmır, elə insanların həddindən artıq. Amma normal dərəcədə olan qısqanclıq məncə sevgidəndir qızlar. Çünki sevən insan qısqanır, sevən insan narahat olur. Əgər bir qadın özü üçün çıxırsa, gedirsə, düzü dünyanı gəzib gəlirsə və kişi narahat olmursa, bilmirsə ki, hardadır və yaxud da qadın harasa getdiyi zaman ərinə xəbər eləmirsə, ərindən bir icazə almırsa, yəni məncə elə ailəlik düzgün deyil də, düzgün deyil. İndi misal üçün biz 6 ildə ailəliyik. Mən ilk dəfə idi Nihatla bir yerdə gedirdim bir yerə. İndi ona görə də qızlar, əgər siz də ailə qurmusunuzsa, hələ yoldaşınız tək başına harasa getməyə qoymursa, bir də ki, normaldır da. Yəni cavan gəlin tək başına hara getsin ki? Gedib nə edəcək? Əgər yoldaşı evi hər bir şeylə təmin edirsə, misal üçün, mənim qazım, suyum, işığım, mən onların heç birindən xəbərim olmur. Burada da marşrut gözləyirdik qızlar, Nihat yoxlayır. Mənim onların heç birindən tutan xəbərim olmur. Market alış-verişi də yoldaşım alır, gətirir. Yəni, lazım olan bir yerə də həmişə bir yerdə gedirdik, gəlirdik mənə lazım olacaq şeylərə. Tutam paltar almaq, tutam gəzmək. Amma ondan əlavə tutam mən cavan gəlin, durum hara gedim, işləmirəm, bir şey eləmirəm. İşləsəm yenə deyərəm ki, işdə alacaq gedirəm də. Belə qızlar, bunu sizinlə paylaşmaq istədim. İnşallah bunu paylaşmaq istədiyim videomu üzərinə səs yazıb sizlərlə paylaşacağım. Yenidən sizi bir daha təbrik edirəm. Hər zaman qadın kimi, ana kimi, xanım kimi xoşbəxt olaq. Neçə gözəl bayramlar keçirdək. İnşallah balalarımızla, əzizlərimizlə, yoldaşımızla, sağlam canla, uzun ömürlə qızlar. Allah hər kəsin balasını qorusun, saxlasın, bizim balamız da içində. Videonu bəyənsəz, qızlar, like etməyi unutmayın. Əgər kanalımı da bəyənsəz, abunə olun. Növbəti videolarda görüşərik. Hələlik.